İndi başlayaq doymuş bir atomlu spirtlərdən danışmaq. Doymuş bir atomlu spirtlər. Uşaqlar, birinci bunun formulu dedik necədir? Birinci adlandırmasından danışaq. CnH2n+1 OH. Deməli, gəlin birinci adlandırmasından, adlandırmaya keçməmişdən öncə birinci onu deyim sizə. Uşaqlar, bir atomlu spirtlər birli ola bilir, ikili ola bilir, üçlü ola bilir. Nə deməkdir birli spirt? Nə deməkdir ikili spirt? Bunu əslində demişəm sizə alkenlərdə. Uşaqlar, yadda saxlayın. OH-ın birləşdiyi karbona bir tərəfdən birləşmə varsa, bu birli spirt. Baxın, bu OH-ın birləşdiyi karbondur. Bu karbona bir tərəfdən radikal birləşibsə, karbohidrogen radikal. Bu neçəli spirt sayılır? Bu birli spirt. Bu birli spirt. OH-ın birləşdiyi karbona iki tərəfdən karbohidrogen radikalı birləşibsə, bu neçəli spirtdir? Baxın, OH-ın birləşdiyi karbon budur. Bu karbona neçə tərəfdən karbohidrogen birləşib? Bir sağdan, bir soldan. Onda bu neçəli spirt olar? Bu olur ikili spirt. Bu olur ikili spirt. Uşaqlar, qulaq asın. OH-ın birləşdiyi karbona 3 tərəfdən karbohidrogen radikalı birləşirsə, onda bu neçəli spirt olacaq? Bu olacaq üçlü spirt. Baxın, OH-ın birləşdiyi karbona 3 tərəfdən da CH3 birləşir. Onda bu neçəli spirtdir? Bu üçlü spirtdir. Üçlü spirt. Bizə sual verər. Belə bir sual gəlir. Deyir, birli spirtdə minimum karbon neçə dənədir? Birli spirt olması üçün OH-ın birləşdiyi karbon bir tərəfdən ona ən azı bir dənə karbon birləşməlidir. Ona görə deyirik, birli spirtlərdə minimum karbon sayı neçədən olacaq uşaqlar? 2 dənə. İkili spirtlərdə minimum karbon sayı neçədən olacaq? Bunlar topluda var belə suallar. 3 dənə. Üçlü spirtlərdə minimum karbon sayı neçədən olacaq uşaqlar? Minimum karbon sayı 4 dənə olacaq. Yəni, baxın bunlar. Görün, burada anlamadığınız nəsə var. Minimum karbon sayını soruşa bilər. Bura qədər anlamışıq yoxsa? Bu belə. İndi mənə sual verə bilərsiniz ki, müəllim, bəs bu spirt neçəli spirtdir? Burada bir dənə, sizcə uşaqlar, bu neçəli spirtdir? Kim deyər? Sizcə, bu neçəli spirt? Kim deyər, bu neçəli spirtdir? Uşaqlar, bunu neçəli spirtlərə aid eləmək olar? Uşaqlar, bunu heç birinə aid eləmir. Yadda saxlayın, bu heç birinə aid deyil. Heç biri.